Siz indi qonorar məsələsindən danışdınız. Vicdan da yaxşı şeydir. Elə ora gəlmək istəyirəm. Əslində səslənən ittihamların və iddiaların bir damarı da elə qonorar məsələsinə gəlir. Əməkdaşlarınız, keçmiş əməkdaşlarınız iddia edirlər ki, səfərlərə gedəndə onların qonorarları verilməyib. Məsələn, Oman səfərini göstərirlər ki, orada biz səfərə gedəndə bizə heç bir qonorar verilməyib. Biz sadəcə ancaq otellə təmin olunmuşuq, yəni yatmaq və yemək. Mən bu sahədə olmadığım üçün səmimi olaraq bilmirəm ki, sistem necə işləyir. Amma bu məsələdə indi siz qeyd etdiniz, Atəş bəyə verilən qonorarlarla bağlı. Olduqca maraqlıdır. Tamamilə düzdür. Deməli, Əzizə xanım, burada biraz fərqli yanaşma lazımdır. Elə qastrol səfərləri var ki, qarşı tərəf təyyarə biletini, oteli və yeməyi ödəyir və ortalıqda doğrudan da az pul qalır və yaxud heç qalmır. Amma teatrın inkişafı üçün, bizim artistlərin xaricə getməsi üçün bəzən biz bu addımları atırıq ki, onların təcrübəsi qalsın, getsinlər başqa bir teatr görsünlər. Məsəl üçün, keçən il, o bir il İtaliya, Carlo Felici, Genova, İtaliya səfərə getdik, məhəbbət əfsanəsini apardıq. Sonra Rusiya, Perm şəhərinə, orada da çıxış edirlər. Omana gələk. Mən həmişə demişəm, çünki Omanın kontraktı biraz fərqlidir. Oman tərəf biletləri ödəyir, otelləri, yeməkləri 3 dəfə və üstəlik teatra qonorar verir. Əslində qanuni olaraq, məsəl üçün belə baxsaq da, əgər bir artistə yol pulu ödənilirsə və yaxud 3 dəfəlik yemək ödənilirsə və qalmaq yeri ödənilirsə, onun ixtiyarı var ya getmək, ya getməmək. Amma onu da qeyd edeyim ki, bu nə teatr, nə Mədəniyyət Nazirliyi, nə başqa bir qurum qonorar ödəməsində zorunda deyil. Məcburiyyət yoxdur. Çünki sən teatrın işçisisən, belə də danışsaq, belə nə bilim, teoriyada danışsaq da, sən teatrın işçisən, sən əgər xaricə gedirsən və yaxud səni teatr ezamiyə göndərir və yaxud Mədəniyyət Nazirliyinin bir tədbiri, sən gedirsən və sən teatrdan maaş alırsan burada. Amma ona baxmayaraq, biz qərar verdik əvvəldən və mən onu birinci gündən demişəm ki, uşaqlar, siz bu səfərə görə, qastrol səfərinə görə, Omana görə qonorar alacaqsınız. Bütün xərclər ödənilir və əlavə qonorar alacaqsınız və aldılar. Hətta aldılar. İndi mən soruşmaq istəyirəm də, əgər siz belə bir irad bildirirsiniz teatrın keçmiş işçiləri də, birincisi Əvəz Abdullayev o qastrol səfərdə olmayıb. Niyə başqalarının adından danışırsan sən? Çox bərk bir kontrakt var. Və bu deyilmişdi, hətta bizim aldığımız Toska tamaşası ki, Omanda biz çıxış elədik, o tamaşa bizimdir, biz onu İtaliyadan almışıq pulla. Hətta o tamaşa hələ oradadır, çünki ən azı 90 gün onların qanunvericiliyi qalmalıdır orada. 90 gündən sonra biz göndərəcəyik, onu gətirəcəyik Bakıya, orada Omandan. Hətta indi aləm biraz qarışıb orada, özünüz də bilirsiniz. Biraz bu proseslər biraz mürəkkəbləşib. Amma yenə də Bakıya gələcək Toska və inşallah payızda Bakıda göstərəcəyik. Deyilmişdi ki, uşaqlar, səbir, 60 gün ərzində ödəniləcək. Çünki xaricdən pul gəlməlidir, burada müəyyən proseslər var, elə belə deyil də. Bu xaricdəki kimi hasadlanmış bir proses deyil. Bu proses gözlədilər, sağ olsunlar, pul gəldi, çatdı, qonorar ödədildi. Nəyin davasını aparır?